Önce sakit bir mekanda, hiç kimin seni narahat etmeyeceği bir yerde otur veya uzan. Onurğanın rahat ve düz olmasına dikkat et. Dikkatini nefesine yönelterek derin bir diyafram nefesi al. Nefesinle birlikte dünyanın en güzel duyguları qarın boşluğuna kadar dolsun. Nefesini verdikdə isə günün bütün ağırlığı, daxili yükün, gərginliyin səndən uzaqlaşsın. Hər nəfəs aldığında bədəninin yumuşalaraq rahatladığını, hər nəfəs verdiyində yükün səndən uzaqlaşdığını hiss et. Düşüncələrini nazikcə sərbəst burax, onlarla savaşma, sadəcə burax getsinlər. İndi özünü bir otağın içində xəyal et. Bu otaq uzaqlarda deyil, bu otaq sənin içindədir. Başının içində yerləşən bir məkanda. Bu otaqda hər şey var. Dünya əyləncələri, qida, zinət əşyaları, pul, acı, sevinç, həzz. Dünya ilə bağlı nə varsa hamısı buradadır. Və sən anlayırsan ki, burada qaldıqca bu döngü hər zaman davam edəcək. Bitmək bilməyən eyni arzular, eyni axtarışlar, eyni yüklər, eyni acılar. Bugün ilahi planda zamanı gəldiyi üçün bir qərar verirsən. Zehninin susması, acıların və yüklərin bitməsi üçün buranı tərk edərək yüksəlişə keçməyin vaxtıdır. İndi olduğun bu otağın qapısına doğru gedərək qapını aç. Qarşında qəlbinə bu iki mərkəz, zihin, otağın və qəlbin arasında işıqdan möhtəşəm ilahi bir körpünün olduğunu xəyal gözünlə canlandır. Bu sənin zehnindən qəlbə keçid üçün azadlıq körpündür. Və sən buranı yalnız saf niyyətinlə tərk edə bilərsən. Buranı tərk etmədən öncə dayan. Burada bu nöqtəyə qədər yaşadığın bütün acı və şirin təcrübələrə, öyrəndiyin bütün dərslərə görə imanla
ürəkdən təşəkkür et. Məni mən etdiyiniz üçün, bu ana gətirdiyiniz üçün hər birinizə minnətdaram. Və hər bir təcrübəni sevgi ilə onurlandıraraq arxanda burax. Qapıya doğru körpünün üzərinə addım ataraq zehnini arxada burax. Bu körpünü 3 addımda keçərək birbaşa aşağıya in. Və körpünün sonunda ağ qızılı işləməli bir qapı var. Qapını açaraq içəri daxil ol. İndi qəlbindəsən, tam mərkəzdəsən. Qəlbinin içində parlaq, inci kimi bir işıq parıldamağa başladı. Bu işıq Yaradanın sənə toxunuşudur. Bu işıq yumuşaqdır, ilıqdır, sevgi doludur. Evinə dönüş qapısıdır. Bu işığın səni mərhəmətlə qarşıladığını, səni sevgi ilə sarıb sarmaladığını hiss et. Çünki sən saf özsən. Çünki sən sevginin özüsən. Sən unutduğun halda belə həmişə onunla birlikdə idin. Hər zərrənlə birlikdə o möhtəşəm işığın içinə daxil ol. İndi tamamlandın. İndi ondan gələn səsi eşit. Xoş gəldin. Zehnindən vaz keçib qəlbinə döndüyün üçün xoş gəldin. Bura elə bir məkandır ki, burada heç bir ayrılıq, heç bir acı, heç bir məhdudiyyət yoxdur. Bura hər şeyin mümkün olduğu, sadəcə sonsuz sevgi və mütləq huzurun hökm sürdüyü ilahi Yaradanın dərgahı, onun taxtının olduğu müqəddəs məkandır. Buradakı saf sevgini, tamlığı və sükunəti hər hüceyrəndə hiss elə. İndi bu ilahi işığa ürəyində belə söylə. İlahi, mən tutunduğum hər kəsi və hər şeyi buraxaraq sənə gəldim. Sənin işığına gəldim. Məni öz işığına qəbul et.
Sənin dərgahına, səninlə bir olmağa gəldim. Məni öz nuruna qəbul et. İndi qəlb mərkəzində oturduğunu xəyal et. Ətrafın yumuşaq işıqla çevrəli və kainat susmuş kimi. Sadəcə qəlbinin atışını duyursan. Və indi bugünə kimi saxladığın hüznü, göz yaşlarını, bastırdığın bütün acıları, anlam arayışlarını, hamısı qəlbində əks-səda verir. Bugünə qədər nələr yaşadın, nələr yaşaya bilmədin, hamısı sənin qəlbində, özündədir. İlk dəfə indi heç nəyi saxlamana ehtiyac yoxdur. Çünki bu alanda mühakimə yoxdur. Bu alanda sadəcə şəfa var, huzur var. Sağ əlini qəlbinin üzərinə qoyaraq içindəki Yaradanın özünə içindən səmimiyyətlə pıçılda. Allahım, ruhum yoruldu. Hər şeyi anlama çabamdan, hər kəsi məmnun etmə təlaşımdan, davamlı güclü olma məcburiyyətimdən yoruldum. Ey uca Rəbbim, mən hər şeyi və hər kəsi kənarda axtardım. Sevgini kənarda axtardım. Mərhəməti kənarda axtardım. Amma tapa bilmədim. Sənə döndüm. Sənin məkanına, sənin dərgahına döndüm. Ey uca Rəbbim, məni öz sevgim və nurunla əhatə et. Öz ilahi nurunla bütün hüceyrələrimi, bütün bədənimi, bütün orqanlarımı və bütün həyatımı sar və sarmala. Ey uca Rəbbim, mən qəlbimi sənə döndərdim. Mən qəlbimin, ruhumun, bədənimin və həyatımın şəfalanmasına hazıram. Mən sadəcə sən ol istəyirəm. İndi bütün mənliyimlə sənin işığını almağa hazıram. Məni şifalandır. Qəlbimi yumuşalt. Məni xatırlat. Gerçəkdən kim olduğumu xatırlat. Bu andan etibarən sənə təslim oluram. Sənə güvənirəm.
Səni sevirəm, qəbul edirəm. İndi qəlbindəki o ilahi işıq böyüməyə başlayır. O işıq bütün döş qəfəsinə yayılır. Hiss elə. İlıq, huzur verən, sevgi dolu işıq çiyinlərinə, boğazına, qollarına, əllərinə, alnına, başına, qarın boşluğuna, baldırlarına, qılçalarına, ayaq barmaqlarına qədər yayıldığını hiss elə. Bütün hüceyrələrində hiss elə. Və ən son ayaq tabanlarından çıxan işıqla yer üzünə bağlanırsan. Artıq sən tam bir işıqdan varlıqsan. Sənin içində Yaradanın əks sədası var. İndi ondan gələn son pıçıltını duy. Zehnin sustuğunda qəlbinlə danışdım. Qəlbinə gəldiyində səni qucaqladım. Ruhunun yorğunluğunu mən aldım. İndi sən artıq yeniləndin. Dərin bir nəfəs al və bu sözləri içindən səssizcə söylə. Mən indi qəlbimdəyəm. Mən indi Yaradanla birəm. Mən indi azadam və mən indi şəfalandım. İçindəki o möhtəşəm sevgini, huzuru hiss et. İndi isə bir qədər bu enerjidə qal. Heç nə etməyə çalışma. Sadəcə ol. Sadəcə qəbul et. Və hazır olduğunda ürəyindən təşəkkür edərək öz təbii vəziyyətinə yumuşaq şəkildə dön.